Həmidov İlham Həmidoğlu, Cəbrayıl sakini, müharibə veteranı, 1-ci Qarabağ müharibə veteranı. Allaha çox şükür ki, biz öz torpaqlarımıza qayıtdıq. Yaşamaqla bərabər işləmək də lazım idi və bu məqsədlə mən Dövlət Məşğulluq Agentliyinə müraciət elədim və agentlik qısa müddətdə məni təlimlərə cəlb elədi və təlimlər uğurla başa çatdı. Uğurla başa çatdıqdan sonra qısa müddətdə gördüyünüz kimi bizi avadanlıqlarla təmin elədilər. Və inşallah ki, bu avadanlıqla bərabər mən işimi qurub və yaşamağa da davam elətdirəcəm inşallah. Allah dövlətimizdən, millətimizdən, hamımızdan razı olsun ki, qısa müddətdə məni avadanlıqla təmin elədilər. Mən Rüstəmova Qiymət Məhəmməd qızı Cəbrayıl sakiniyəm. 11 yaşımda Cəbrayıl işğal olunanda Cəbrayıldan çıxmışıq. Və bugün 1-ci köçük gələnlərdənəm. Cəbrayıldan çıxanda da bizim özümüzün burada yerimiz olub. Atam Çörək zavodunun direktoru idi. Mənim atam bu dünyadan köçəndə də dedi ki, rayona qaydanda yenə öz işimizi qurun. Biz çalışırıq ki, onun vəsiyyətini yerinə yetirək. Mən o baxımdan məşğulluğa müraciət etdim və bugün şükür Allaha ki, avadanlığımız gəlibdir və o vəsiyyətin yerinə yetirmənin ilk addımını atdım.